Hamımız bilirik ki, Bakıdan mütəmadi olaraq 300 min Azərbaycanlılarının gelib Ermənistanda yaşamalı olması ilə bağlı fikirlər səsləndirilir. Bu həddən artıq mübahisəli, hətta əsassız müzakirə mövzusu demək olar ki, hər gün gündəmə getirilir və Azərbaycanın əsas xəbər mediasının manşetlərində yer alır. Mən də sizə təqdim edəcəyim vətəndaşlarımızın Bakının Ermənistanda 300 min Azərbaycanlıların məskunlaşdırılması planına necə münasibəti var? Ermənistan tərəfi buna paralel olaraq ermənilərin Arçaxa qayıtmaq hüququ məsələsini qaldırmalıdırmı? Sorğumuz zamanı müxtəlif fikirlər eşitdik, izləyək. Azərbaycanlılar deyir ki, 300 min Azərbaycanlı gəlib Ermənistanda məskunlaşmalıdır. Bunun lehinəsiniz, yoxsa əleyhinə? Əleyhinəyəm. Əlbəttə əleyhinəyəm. Biz türklər necə yaşaya bilərik? Bu mümkün deyil. Kim onlarla yaşamaq istəyirsə, qoy gedib onlarla yaşasın. Biz əvvəllər də bir yerdə yaşamışıq. Mən Qapan rayonundanam. Qonşularımızın bir hissəsi Azərbaycanlılar idi. Mədəni dünyada hər yerdə müxtəlif millətlərin nümayəndələri yaşayır. Əvvəllər də normal yaşayırdıq. Onlar gəlməyəcək. Bu yalan söhbətdir. Azərbaycanlılar qələt edirlər. Bizim atalarımız, analarımız Azərbaycanlılarla birgə yaşayıblar və çox da yaxşı yaşayıblar. O necə erməni ola bilər ki, onların gəlməsini istəsin?